Hörmətli izləyicilərim, çayları qarışdırın. Belə bir mənzil və belə bir təqdimat görməmişsiniz. 1300 kvadrat və 1 kvadratı cəmi 900 dollara düşür, hörmətli izləyicilər. Bu qiymətə heç Azərbaycanın rayonlarında ev yoxdur. Şəhərin mərkəzində, Nərimanovda, Heydər Əliyev mərkəzinin tam qarşısında, müasir arenanın binasında mərtəbə 18 və 19 dubleks mənzil təqdim edirəm sizə. Təmir səviyyəsi 1000 manatdan yuxarı. Hamısı boyadan, müasir tipli təmir. Bir dənə hələ bu dayandığım yerə bir baxın. O dəniz mənzərəsi, o şəhər ayağının altında. Bu mənzil və bu təqdimat ikicə gün gələcək Instagramda, çünki mütləq ki satılacaq. Mənim hörmətli izləyicilərim, baxan kimi dərhal zəng eləyin. Eksklüziv, riski, fikir dəyişikliyi var mənzildə. Bu qiymətə təcili satılır. İndi isə mən sizə birinci mərtəbədən başlayaq. 10 otaqdan çoxdur, təsəvvür edin. Çayı soğudursa bir yana alın üstünə, getdik təqdimata, başladıq. Blok hissəsindən başlayıram sizə təqdimata. Birinci VIP mənzilin VIP blokuna baxın. 2 dənə lift qalxır birbaşa mənzilə. Təmirli bir blok, burada güzgüsü, yer, mərmər. Cəmi 2 dənə mənzil var bu blokda, dəyərli izləyicilər. Bir qonşudur, Allah can sağlığı versin, xoş günlərdə yaşasın. Və bir də gələcək müştərimiz, buranı alan sahibi yaşayacaq. Girən kimi, əzizləyicilərim, sizə birinci mərtəbədə olanları göstərirəm. Gəldik, çatdıq, burada paltar dolabı, ehtiyat otağı, isti döşəmə və girdik mətbəxə. Mətbəxə girən kimi birinci şikarlı bir yana təmirli hamam otağıdır. Bura birinci mərtəbənin mətbəxidir. Təmir təzə olunub, mətbəx mebeli yığılmayıb. Kondisionerlər isə yığılıb, istilik sistemi. 2 qazanxanası var mənzildə, dəyərli izləyicilər. Elə bir ki, zavoddur. Gəldik, çatdıq koridor hissəsinə və sizə 80 kvadrat zal otağını təqdim edirəm. Bir dənə burada olan sadəli, İtalyan dizaynına baxın, lepkalar, yer, parket. Bu hissə düşünürəm özümə ki, sizə bir ofis otağı lazımdır. Bura sizin ofis otağınız. Bu mənim şəxsi fikrimdir. Burada yenə hamam otağı, premium bir kafe, metlaq, santexnik, hamısı Elca, Türkiyənin, Cevisin rozetkaları, bunlara ehtiyac yoxdur deməyə. Birinci mərtəbənin balkon hissəsidir. Bu hələ heç nədir də, bu kinonun jurnalıdır. Qabaqda deyə finallar. Tələsməyin. Riski bir dənə çayınızı dəyişin, baxa-baxa. Mən sizi gözləyirəm, narahat olmayın, dəyərli izləyicilərim. Geniş dəhliz var burada, qardirob otaq. Enli koridor. Bu hissədə yenə bir yataq otağı, hörmətli izləyicilərim. İçində qardirob otağı, içində hamam otağı. Buradan yaxşı otel çıxarır. Elə bir otel təqdim edirəm də sizə. LED işıqlarla yığılmış qardirob otaq. Buyurun, baxın. Geniş hamam otağı. Qurtardı, otaqlar başlayır. Bu növbəti bir yataq otağı. Pəncərələr balkona baxır. Bu hissədə növbəti balkona çıxırıq. Burada geniş bir balkon və baxır Çapayev ərazisinə. Nərimanov Çapayev ərazisinə baxır, dəyərli izləyicilərim. İndi isə növbəti otağa keçid eləyək. Növbəti yataq otağı, içində hamam otağı. Mehriban ailələr üçün əla bir mənzildir, dəyərli izləyicilər. Təsəvvür edirsiniz, 2 ailə qalır, yuxarıda bir ailə, papa, mama, aşağıda övladlar qalır. Kvadrat da yenə deyirəm, 900 dollar alırsınız bu mənzildə. Dəyərli izləyicilər, belə bir şey yoxdur da.
Vallahi yoxdur. Hara girib araşdırsan. Mən deyim ki, bu evi yiyəsə bunu çölə atır. Amma səmimi deyəcəm. Mən burada mənim puldan öncə səmimiyyətdir mənim təmənnam. Bunu çox ucuz verir, qardaş. Bir qiyməti ev var, $900 Nərimanovda, müasir arena binasında. Cəmal vallahi de, rayonlarda bu qiymətə yoxdur. Qalxaq ikinci mərtəbəyə. Əsəbləşdirmək var. Dəyərli izləyicilər, o da bir dənə deyim ki, 2 qıfısı olduğuna görə bu hissədən ayrıla bilərsən. Bir qapı qoy, ikinci mərtəbəni addelini ala bilərsən, birinci mərtəbəni addelini ala bilərsən. Hər ikisinin çıxarışı var ayrı-ayrı. Amma pıllı adam elə bunu bütöv alsa yaxşıdır, neçə verirlər ki. Qalxaq ikinci mərtəbəyə. Qutarmır, ucu bucağı yoxdur. Burada ofisə çıxar, burada otel də çıxar, burada nə istəyirsən çıxar, dəyərli izləyicilər. İkinci mərtəbənin dəhlizi və burada ehtiyac şit otağıdır. Başlayaq bu otaqdan. Bu bir yataq otağı, hamam içində. Böyük valideyn otağı, içində qardirobun otağı, şkaf yığılıb, ledlə, pultla idarə olunan hamam otağı, tam müasir, isti döşəmə, kondisioner, kombisi. Getdi o birisinə. Növbəti yataq otağı, yenə içində tam müasir, təzə təmirli hamam otağı və artıq 3-cü teras və bu terasın nə ucu var, nə sonu var. Burada yeyib içə bilərsiniz, qonaq qarşılaya bilərsiniz. Burada ad günü, banket, toy eləyə bilərsiniz, nişan eləyə bilərsiniz. Pristavt eləyin də belə bir terasda nişan zad olmuyor, baxı dəyərli izləyicilər, mən görməmişəm. Burada bir dənə nişan eləsən, vallahi ən bahalı restorandan da ən gözəl seçim elə buradır. Çünki burada manqalı var, bəli, olmazın olmazı manqal və qonaqlarımız Qarabağ ətindən yiyəndən sonra, sizdən sirap içəndən sonra, yaxşı bir belluqadan bir boğazını yaşayandan sonra baxacaqlar Xəzər dənizinə, ürəkləri açılacaq, səmimi söhbət, mərkəz, daha nə istəyirsiniz? Daha mən sizə daha nə görsədim? Hələ bu hissə növbəti bir terasdır. Mənim başlanğıc etdiyim hissə. İndi otaqlar davam edir, otaqlar qutarmayıb. Gəlin keçin növbəti otaqlara. Girişdən hamam otağı. Praşna otağıdır. Yekə bir otağıdır. Xanımlar, siz baxın, köməkçilərimiz üçün əla bir şəraiti var. Enli koridor və gəldik, çatdıq. Yenə bir enli koridor. Bura, bilirsiniz nədir? Dəhşət bir şeydir də, yəni. Gəlin bura, dəyərli izləyicilər. Bu hissə və bura Türk hamamı. Uzanır sizə köpükdə köməkçilər, masajistlər, odur da, yəni. Müəllim dincəlir. Müəllim çay içə-içə dincəlir. İkinci mərtəbə və ikinci mətbəx otağıdır bura və mətbəxin də özünə görə balaca bir balkonu var. Bura isə bildiyiniz zavoddur, dəyərli izləyicilər. Katenisləmiz İtalyan. Bundan bir yana aşağıda var. Təsəvvür edirsiniz. Bu evə mən sizə təklif elədiyim, dediyim qiymətə heç yarısını təmir eləmək olmaz. Uduş buradadır da. Keçək yoxsa otaqlara. Qızıllarınızı, brilyantlarınızı qoymaq üçün geyim dolabı və zinət əşyaları adası. Növbəti zal otağı. Hörmətli izləyicilər, özüm də yoruldum, qan tər apardı məni. Sadəcə zəng eləyin, hər şey göstərdim sizə. Burada qaranlıq heç nə yoxdur. 1 milyon 100 min dollar, 1300 kvadrat, kvadratı $900 falan düşür, kupçalıdır və şəhərin tam mərkəzində bir mənzil sizin yolunuzu gözləyir. Şəbəkə qarışdı, dəyərli izləyicilər, 1 milyon 200 min dollar hesablarında elə çıxır.
Zəng eləyin, yaxşı olacaq. Sağ olun, var olun.